Salam uşaqlar, mən Milli. Mən də Dilli. Bu dəfə sizi Azərbaycan İbtidai İcma Quruluşu dövrünə aparacağıq. Hazırsınız? Bizi çox maraqlı kəşflər və ilk insan izləri gözləyir. Bilirsinizmi? Azərbaycanın ən qədim insan məskənlərindən biri Azıq mağarası sayılır. Bu mağara Füzuli rayonunda yerləşir və burada yaşayan insanlar təxminən 1.5 milyon il əvvəl yaşamışdılar. Arxeoloqlar Azıqda qədim insan çənə sümüyü tapıblar. Bu təkcə Azərbaycanda deyil, bütün Qafqazda tapılan ən qədim insan izlərindən biridir. O zamanlar insanlar daşdan alətlər düzəldir, oddan istifadə etməyi öyrənirdilər. Əllərində daş baltalarla ov edir, mağaralarda yaşayırdılar. Ən maraqlısı bilirsiniz nədir? Onlar ox və kamanı icad ediblər. Bu, o dövrdə ov üçün əsl inqilab idi. Azərbaycanın Abşeron bölgəsində yerləşən Qobustan qaya üstü təsvirləri isə çox maraqlıdır. Bu şəkillərdə insanlar rəqs edir, ov edir, gəmi sürürlər. Hətta bəzi tədqiqatçılar deyir ki, bu rəsmlərdən qədim musiqi və ritmləri belə öyrənmək mümkündür. Yəni Qobustan bir növ əcdadlarımızın gündəliyidir. İnsanlar o vaxtlar qruplar halında yaşayır. Birlikdə ov edir, birlikdə yemək bişirirdilər. Bütün işlər ümumi idi. Buna görə də bu dövrə İbtidai İcma Quruluşu deyilir. Bəli uşaqlar, ibtidai insanlar sadə yaşasalar da çox ağıllı və yaradıcı idilər. Tariximizi öyrənmək, keçmişimizi tanımaq deməkdir.